Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə CSS-də əsas seçicilər və köməkçi seçicilər haqqında danışacağıq. Ümumiyyətlə seçici dediyimiz zaman HTML elementlərinin seçilməsini nəzərdə tuturuq. Yəni məsələn div yazacağıq, hər hansı bir HTML təqləri, fiqur və s. yazacağıq. Biz bunlara müəyyən klasslar verə bilirik, ID-lər verə bilirik. Bunları artıq HTML dərslərindən bilirsiniz. Və bu ID-yə görə, klassa görə, təq adına görə biz elementləri necə CSS fayllarında seçə bilərik. Bunları sizə izah etmiş olacağam. Təbii ki, burada fərqli seçim yolları var. Onlar haqqında da danışacağam. Bir sonraki dərsimiz də bundan bağlı olacaq. Biraz fərqli belə deyək də mövzulara toxunacağam orada. Yəni amma seçicilər haqqında olacaq da dərsimiz. Təbii ki, həmin dərsdə danışacağıq bunun haqqında. İlk öncə gələk bura bir dənə folder əlavə edək. Məsələn 03 yazıram və CSS-də əsas və köməkçi yazıram. Combine da adlanır bu. Combine yazaq istəyirsiniz. Combine seçicilər. Bu formada yazıram. Əsas və combine seçicilər. İndi bunun içərisinə bir dənə nə əlavə edəcəyik? Index.html. Artıq bir sonraki dərslərimizdə mən bu faylları öncədən yaratmış olacağam. Sadəcə bu dərs ilk dərslərdən olduğu üçün sizinlə bir yerdə yaradıram folderləri. Bir dənə də style CSS yaradaq burada. CSS yaradaq bu formada. İndi keçirik hara? Index.html-ə keçəcəyik bura. Nida vururam, enter vururam bu formada. Təbii ki, bunu biraz sağa gətirə bilərik, daha sonra kiçildərik. Burada nə edəcəyik? Baxın, head içərisində gəlirik, bir dənə link yazırıq, hətta title-dan gəlin yuxarıda yazaq, aşağıda da yaza bilərsiniz, fərqi yoxdur. Mən burada yazıram. Link yazırıq, style sheet gəldi, rel atributu və burada style.css-i bura mənimsədəcəyik. Ctrl-S eləyirəm buranı, buranı da Ctrl-S eləyirəm. Bizim artıq HTML sənədimiz hazırdır, elə deyil və CSS faylı ilə də HTML faylını əlaqələndirmiş olduq link vasitəsilə. Bunlar haqqında danışmışam öncəki dərslərdə. Bu belə. İndi Ctrl-B eləyirəm, sol tərəfə keçirəm və burada, baxın, müxtəlif elementlər yazacağıq. İlk öncə gəlin bunu, deməli, sağ düymə edək, Open White Live Server edək. Live serverlə layihəmiz ayağa qalxdı. Baxın, buradadır layihəmiz artıq və bunu da biraz sol tərəfə gətirək, bunu da biraz sol tərəfə gətirə bilərik. Bu formada gəlsin, burada qalsın. İndi biz bunun içərisində gəlin təqlər yazaq və onlara uyğun olaraq necə elementləri seçə bilərik, bunları sizə göstərim. Baxın, bir dənə div yazıram, düşünün burada. Bu div içərisində bir dənə də P yaza bilərəm. Baxın, məsələn, salam yazıram bura. Salam 1 yazıram bu formada. Sonra bir dənə də P yazıram bura. Salam 2 yazıram. Bir dənə də P yazıram. Salam 3 yazıram. Baxın, 3 dənə P elementimiz var və səhifədə də bu görsənir. Baxın, səhifəyə baxdığımız zaman da bu görsənir. Hətta biraz yaxına gətirim, daha aydın görsənsin sizə. Və div içərisində yazmışam, fikir verdinizsə əgər. İndi biz belə də eləyə bilərik. Baxın, bu Visual Studio kodu əgər bu formada genişlətsəz və bu style deməli CSS faylını buradan tutub, baxın, gətirib ekranın sağ tərəfini gətirsəz, fikir verin, ortadan xətt düşdü. Bura düşə bilər. Baxın, bura vurduğum zaman iki hissəyə ayrılır. Burada HTML kodlarını görürük, burada da CSS faylını görürük. Yəni CSS yazacağıq, onları burada görmüş olacağıq. Buna X versəm təzədən bura gələcək. Bunu açmaq üçün nə edirik? Keçirik bura və ya Ctrl-B ilə aça bilərsiniz buranı. Bura klik edirik və style CSS yenə gəlir bura. Aydındır? Ctrl-B edirəm. İndi bunu gəlin yan-yana gətirək bura, daha aydın görsənsin sizə. Bu formada gətirdim yan-yana. Məsələ nədir? Baxın. Mən istəyirəm ki, bunu da biraz sola gətirək, bu formada qalsın burada. Mən istəyirəm ki, bu elementləri seçim və burada onlara müəyyən bir özəlliklər verim. İndi coloru bilirik deyə mən color üzərindən göstərəcəm. Tapşırıqları color üzərindən sizə göstərmiş olacağam. Onun üçün nə edərik? Baxın, ilk öncə elementin öz adına görə seçə bilərik. Deyərik ki, P elementini seçək burada və buna deyək ki, color məsələn red olsun. Amma fikir verin. Bizim səhifəmizdə neçə dənə P var? 1, 2, 3 dənə, elə deyil. Burada da 3 dənəni görürük biz. Mən P-yə color red dediyim zaman səhifədə olan bütün P təqlərinin rəngini red etmiş olacaq. Baxın, Ctrl-S eləyirəm, fikir verin, hamısının rəngi red olmuş oldu. Yəni, mən bunu nəyə görə seçdim? Təq adına görə seçdim. Məsələn, gəlib aşağıda P, məsələn, salam 4 yazsam əgər, Ctrl-S eləsəm, bu salam 4 də fikir verin, divdən kənarda yazsın. Fərqi nədir? Bu səhifədə olduğu üçün və mən bütün P-lərə bu color red özəlliyini verdiyim üçün CSS-dən bütün P-lərdə bunun deməli qarşılığını görürük. Bir təqə görə, baxın, Ctrl-KC eləyirəm bunu, komment sətr elədim. Bir təqə görə seçə bilərik, təq adına görə burada seçə bildik. İkinci yolu deyirəm, ID-yə görə, daha sonra klasa görə də. Hətta gəlin klasa görəni göstərim. Baxın, klasa görə necə eləyə bilərik? Biz bu P elementini, məsələn, klas desək əgər, örneğin, tutalım ki, P1 deyirəm buna. Belə bir klas verirəm buna. Elə deyil, ya da element də deyə bilərik, məsələn. Ya da tag də deyə bilərik, element deyirəm. Hətta text
element. Bu formada deyirəm. Elə deyil. Belə bir tag verdim bu P elementinə. İndi gəlib bunu Ctrl S eləyim. Baxın yadınızdan çıxartmayın. Ctrl S elədim. Gəlib mən sadəcə bu class adına görə seçsəm əgər, nəticəni görəcəksiniz. Amma CSS fayllarında klassa görə hər hansı bir elementi seçiriksə əgər biz, onun üçün nöqtədən istifadə edəcəyik. Yəni nöqtə yazıb text element yazsam əgər, baxın bu formada yazsam, bu o deməkdir ki, klassı text element olan elementi seç, tagi seç. Onun coloruna red desəm əgər, color deyirəm, baxın color deyirəm, red desəm əgər, Ctrl S eləyirəm, yalnız bunun rəngi dəyişdi. Niyə görə? Çünki bu klass yalnız bu P-də var. Baxın, ümid edirəm başa düşürsünüz. Bu klass yalnız bu P-də var. Ona görə də yalnız bunun rəngini dəyişdi. Və ya mən bu klassı buradan Ctrl C eləyərəm. Klassları bilirik ki, HTML dərslərindən bilirik ki, müxtəlif elementlərə vermək olur. Yəni klasslar əslində elementləri qruplaşdırmaq üçün istifadə olunur deyə bilərik. Elə deyil. Gəlib bu P-yə də mən text element desəm əgər, baxın Ctrl S eləyirəm. Buna da artıq həmən özəlliyi verilmiş oldu. Yəni biz klassa görə seçdiyimiz zaman elementi klassa görə seçdiyimiz zaman nəticədə nə baş verdi? Biz bunu CSS-də nöqtə ilə seçə bilirik. Nöqtə yazıb klass adını yazdığımız zaman nə baş verdi? Həmən elementə təsir göstərdik CSS kodları ilə və color red dedim. Ona görə də bu klass hansı elementdə varsa əgər, hansı elementlərdə tək də ola bilər, çoxlu da ola bilər. Həmən elementlərin rəngi dəyişir və ya mən buradan bunu yenə kopya eləyirəm, baxın, əllə də yaza bilərsiniz. Bu P-yə də mənim seçsəm, baxın, səhv kopya elədik, Ctrl C eləyək buradan. Bura yapışdıraq. Baxın, Ctrl S eləyirəm. Baxın, buna da təsir göstərdik. Buna da eyni klassı versəm, Ctrl S etsəm, buna da həmən təsir olacaq. Baxın, belə yazılışı qarışdırmayın. Ha. Text element bu ayrıdır. Baxın, buna təsir etməyəcək. Çünki bunun klassı həm textdir, həm elementdir. Bu ayrı-ayrı şeylərdir. Amma burada biz bilirik ki, kebab case-də bu yazılır. Bunun haqqında dediyim kimi HTML dərslərində danışmışıq. Bu bir dənə klassdır. Amma burada text də ayrı klassdır, element də ayrı klassdır. Yəni buna da mən fərqli özəllik vermək istəsəm, gələrəm burada nidə yazım, məsələn text yazaram bura. Baxın bu formada. Deyərəm ki, coloru məsələn blue olsun. Ctrl S eləyirəm. Baxın bunun rəngi blue oldu artıq. Amma digərlərinin olmadı. Çünki bu text klassı harda var? Bunda var. İndi bunu baxın bağlayıram buradan. Bağladım. Üzərində kontrolu basılı saxlayıb klassın üzərinə gələndə baxın. Üzərinə boş gəlirəm, heç bir şey olmur. Amma kontrolu basanda bunun üzərinə kliklənə bilir. Buna klik etdiyim zaman gətirir məni CSS-ə. Baxın, CSS faylına. Bunu edən bizim üçün, baxın CSS burada extension yükləmişdik CSS-lə bağlı. CSS pik olmalıydı. Baxın buradadır. Fikir verin. Bu extensionu yüklədiyimiz üçün biz bunu eləyə bilirik. Yəni nə etdik? Burada məsələn hər hansı bir klassın üzərinə gələndə, baxın boş gələndə heç bir şey olmur. Kontrolu basılı saxlayıb bura gəldiyim zaman yuxarıda göstərir pop-up olaraq o klassın içərisində yazılanları. Həmən klassa getmək istəsəm, üzərində kontrol basılı şəkildə mouse'un sol düyməsini vururam, həmən klassa aparır bizi. Aydındır? Bax CSS pikin də istifadəsi bu formadadır. İndi gəlin qaydaq təzədən dərsimizə. Sadəcə burada extension istifadəsini göstərdim sizə. Nəticədə nə oldu? Biz klassa görə əgər elementləri seçiriksə, təqləri seçiriksə, nöqtə yazıb klass adını yazmaqla həmən elementləri seçmiş olacaq. Elə deyil. Bunu indi Ctrl KC eləyirəm. Daha sonra baxın yuxarıda tag adına görə seçdik. Elə deyil. Burada klassa görə seçdik. Bir dənə də ID-yə görə seçə bilərik. Bunlar əsas CSS seçiciləri adlanır. ID-yə görə seçmək üçün ilk öncə elementin ID-si olmalıdır təbii ki, elə deyil. Məsələn, burada klass qala mən buna bir dənə də ID verə bilərəm. Elə deyil. Məsələn, P1 yazıram. Buna özəldir artıq. Bu ID-ni mən gətirib bu P-yə də verməməliyəm. Bu düzgün deyil. Aydındır? Yəni bu ID yalnız harda var? Bu P-də var. P1 ID-si yalnız bu P-də var. Elə deyil. İndi gəlirəm bura ID-yə görə elementi seçmək üçün DS yazacağıq. DS yazıram, P1 yazıram bu formada və bəzəkli mötərizəni açıram. Color deyirəm, məsələn red. Baxın, Ctrl S eləyirəm. Nəticəsini görmədik, çünki buranı yaddaşa verməmişik. Ctrl S eləyirəm buranı da və artıq gördünüz ki, ID-yə görə də elementi seçdiyimiz zaman ona təsir göstərə bildik. CSS-də ona təsir göstərə bildik. Aydındır? Baxın, bu ID burada var, götürüb bunu burada verməyin ha. Bu formada eləməyin. Aydındır? Bu düzgün yazılış deyil, yəni işləyə bilər, amma yazılış olaraq düzgün yazılış deyil. Çünki ID uniquedir. İzah eləmişəm bunu sizə. Yəni bir elementdə bu ID varsa, digərinə bu səhifədə digərinə eyni ID-ni vermək olmaz. Bu düzgün deyil. Texniki tərəfdən səhv verməyə bilər, amma kod strukturu tərəfdən qətiyyən belə bir şey eləməyin. Çünki ID sadəcə elementi fərqləndirmək üçün istifadə olunur. Yalnız ona özəl davranmaq istəyirik. Onun üçün istifadə olunur. Aydındır? Yəni elementi ID-sinə görə də çağırmaq üçün DS yazırıq CSS fayllarında. DS yazıb ID adını yazırıq. Aydındır? Bu belə. Ctrl-KC eləyirəm, Ctrl-S eləyirəm. Deməli biz əsas HTML seçicilərindən nə bildik? Bir,
tag adına görə seçə bilirik. Bu formada məsələn p-dir və ya bura div yazsaydım əgər, örneğin, məsələn div yazsaydım əgər bura, səhifədə olan bütün divlərə təsir eləyə biləcəkdim. İndi background color və sair yaza bilərəm burada, amma yazmıram. Amma sadəcə color üzərindən izah edirəm sizə. Gələcək dərslərimizdə zaten istifadə edəcəyik onu. Aydındır? Və ya bu divlərin özlərinə də klass verə bilərik biz. Bunu bilirsiniz də, yəni ümid edirəm ki, bunu bilirsiniz. Hansı elementləri ki qruplaşdırmaq istəyirik, onlara biz klasslar verə bilərik. Eyni adda klasslar verə bilərik. Və yaxud da ki, məsələn, buna text element verərik, eyni zamanda text də yazaram bura, bu formada. Əlavə bir klass da verə bilərəm, ayrı formada. Boşluq yazıram və əlavə bir klass yaza bilirəm. Aydındır? Deməz, elementləri nəyə görə seçdik? Adına görə seçdik. Daha sonra klassa görə seçdik. Nöqtə yazıb klass adını yazırıq və deyirik ki, həmən klassa sahib elementlərdə bu dəyişikliyi et. Və yaxud da ki, ID-yə görə seçə bilirik elementləri. DS yazıb ID adını yazdığımız zaman nə baş verir? Həmən ID hansı elementdə varsa ona CSS-dən təsir göstərmiş oluruq. Bu belə. İndi digər CSS seçiciləri var. Bunlar, baxın, bu işarələrdən istifadə olunacaq. Plus olacaq, daha sonra böyüklük işarəsi olacaq. Bir də ki, baxın, burada tilda işarəsi var. Bundan istifadə edərək yaza bilərik. Baxın, bu üç dənəni bilin, bu üç dənəni bilin. Amma indi deyəcəklərimi bilməyiniz çox önəmli deyil. Sadəcə məlumatınız olsun, aydındır. Mütləqdir bunlardan istifadə edəcəksiniz deyə bir şey yoxdur, amma bunlardan istifadə edəcəksiniz, bax. Elementin özünə görə seçməni, klassa görə seçməni və ID-yə görə seçməni istifadə edəcəyik. Çox-çox istifadə edəcəyik. Amma bu dediklərimi qismən istifadə edəcəyik. Ona görə əsas seçicilər adlanmır bunlar. Okay? Amma göstərirəm də sizə. İndi biz nə edə bilərik? İlk öncə, məsələn, mən istəyirəm ki, div içərisində olan p-ləri seçmək istəyirəm. Onun üçün belə bir yazılış yaza bilərəm. Baxın, div yazıram. Sonra boşluq yazıram, p yazıram burada, fikir verin. Və bəzəkli mötərizəni astım. Buna deyirəm, məsələn, color red olsun. Baxın, Ctrl S elədiyim zaman fikir verin, nə baş verdi. 3 dənə p-nin rəngi dəyişdi, amma digər p-nin rəngi dəyişmədi. Səhifəni incəliyək, görə niyə görə dəyişməyib? Mən burada yazmışam ki, div içərisində olan p-lərin rəngini dəyiş. Burada divin içərisinə baxırıq. Burada p var, elə deyil, bunun rəngini dəyişdi. Burada divin içərisində 3 dənə p var, bu üçünün rəngini dəyişdi 1-dən 3-ə qədər. Amma bu p nə olsun səhifədədir. Amma div içərisində deyil axı. Ona görə bunun rəngi dəyişmədi. Bu yazılış başqa şeydir. Baxın, bu təqin adına görə seçmədir. Bu zaman bütün hamısına təsir edir. Amma mən deyirəm ki, burada sanki bilirsiniz nə edirəm? Nəsil üzərindən gəlir də bu. Əslində CSS-də də real adı bu formadadır. Müəyyən bir nəsil üzərindən gəlir. Örneğin, gəlin misal verək. Məsələn, müəyyən bir soyad var, elə deyil. Məsələn, Əhmədov soyadı var. Məsələn deyirəm. Hər hansı bir adda da, məsələn, Mehman adında şəxslər var da, elə deyil. Müxtəlif dünyada çoxlu Mehman adında insanlar var. Elə deyil. Düşünün ki, burada deyirik ki, Əhmədovlarda olan mehmanları seç. Belə bir şey demiş oluruq. Aydındır? Daha özəl davranırıq. Klasslar aidlər qədər özəl yox, amma qismən özəl davranırıq. Deyirik ki, Əhmədovlarda olan mehmanları seç. Bu məsələn Cahangirovdur, örneğin deyirəm. Buna dəyməsən. Amma burada biz deyirik ki, bu div içərisində olan p-ləri. Hə, gəlib burada məsələn bir dənə də div yazaram. Bunun içərisində p yazaram, elə deyil. Buna deyərəm məsələn salam neçə olacaq? 5 olacaq, elə deyil. Ctrl S eləyəndə baxın bunun da rəngi dəyişəcək. Niyə görə? Çünki bu da div içərisindədir. Biz xüsusi olaraq deməmişik ki, iminli bu div üzərində. Buna class versə, ID versə, onları da göstərəcəm. Onda başqa cür olur. Amma burada fikir verdinizsə əgər, bu da div içərisindədir, bu p-lər də div içərisindədir. Ona görə mən div içərisindəki p-lərin colorunu dəyiş dediyim zaman div içərisində hansı p-lər varsa onların rəngini dəyişmiş oldu. Aydındır? Məsələn, bir örnək də verim, ondan sonra digər örnəyi göstərərəm. Məsələn, bu Ctrl X eləyirəm, bu span içərisində p olsaydı, Ctrl S eləyirəm, yenə də işləyəcəkdi. Çünki nə olsun bu span içərisindədir? Ümumiliyə baxanda bu div içərisindədir də həm də. Ona görə burada da işləyir, bu məntiq burada da işləyir. Aydındır? Və bunu başa düşmək lazımdır. İndi bunu Ctrl KC eləyirəm, düşürəm aşağı. İndi isə daha özəl davrana bilərəm. Yəni necə? Məsələn, bu divə mən class verərəm. Elə deyil. First div məsələn. First div klassı verdim buna. Elə deyil. Gəl bura deyirəm ki, klassa görə first divi seç və bunun içərisindəki p-lərin colorunu red elə. Ctrl S eləyirəm. Baxın. Buranı da Ctrl S eləyək. Baxın, buranı da Ctrl S eləyək ki, təsirini görək. Ctrl S eləyirəm. Fikir verin, yalnız bu klasa sahib divin içərisindəki p-ləri dəyişdirdi. Rəngini dəyişdirdi. Amma bu divə dəymədi. Çünki bunun klası eyni deyil bundan. Yəni bunun klası yoxdur ümumiyyətcə. Amma div dediyim zaman bütün səhifəni götürürdü də, elə deyil. Bütün səhifədə olan divlərin içərisindəkilərə baxırdı. Amma burada mən yazdım ki, klası budur bu divin, elə deyil. Mən də dedim ki, klası bu olan elementin içərisindəki p-lərin rəngini dəyiş. Ona görə də bu formada işləmiş oldu. Hə, bu klası gətirib, ərinmirəm, göstərirəm sizə.
Bu hissələri çalışın tez-tez keçməyin. Burada versəm onda bunun da rəngi dəyişəcək. Aydındır? İndi bunu silirəm buradan ki, fərqi görəsiniz. Okay? Bu formada da yazmaq olar. Ctrl-K edirəm. Və yaxud da ki, bunun eynisini yazmaq olar. Məsələn, bura ID deyirəm. Burada first div deyəcəm. Yəni ID ilə class adı bu formada eyni ola bilər. Burada zaten seçəndə biz ID və classa görə ayıracaq. Burada da nə ilə seçməliyik? Deyəsən. First div yazıram bura, elə deyil. Bunun içərisindəki, baxın, bunun içərisindəki P-lərin rəngini dəyiş, nə et? Kolorunu red elə. Ctrl-S edirəm və buranı da Ctrl-S eləyək. Baxın, yenə buna təsir göstərir. Çünki bu divi mən ID-yə görə seçdim. Baxın, hətta bunu biraz gətirə bilsək. Seçə bilmədik. Hə, bu formada, baxın. Belə gətirsə əgər, fikir verin, burada bunun ID-si var, bir də divi var. Mən də burada nəyi seçdim? Fikir verirsəz əgər, mən burada dedim ki, ID-si first div olan elementin içərisindəki P-lərin rəngini dəyiş. Bir dənə də olsa dəyişəcək, birdən çox da olsa dəyişəcək. Aydındır? İndi burada məsələn, span içərisində də olsaydı bu P, məsələn, salam test yazıram bura, Ctrl-S edirəm, buna da təsir göstərmiş olacaqdı. Salam test olacaqdı. Aydındır? Bunu da başa düşmək lazımdır. Bax, fikir verin, burada da nəsil üzərindən gələrək sanki elementləri seçə bildik. Yəni biz dedik ki, div içərisində. Div indi burada şərtidir də. Məsələn, biz H3 yazacağıq, nə bilim, artikel yazacağıq və s. deyəcəyik ki, artikel içərisindəki bunlar, nə bilim, H3 içərisindəki bunlar. Aydındır? Bunlar şərtidir. Bunlar dəyişə bilən hissədir burada. Sadəcə düsturu bilin ki, burada element yazılır, onun içərisindəki element burada yazılır. Və ya burada class yazılır, onun içərisindəki element burada yazılır. Və ya burada ID yazılır, onun içərisindəki element burada yazılır. Bu formada deməli biz HTML təqlərinə təsir göstərə bilirik. Ctrl-S edirəm buranı da. Daha sonra bu plus, böyükdür və tilda işarəti nə üçündür? Gəlin onları da sizə izah edeyim. Səhifəmiz qarışıq oldu. İstəyirsiniz gəlin bunu elə bu formada saxlayaq. Bu spanı buradan silə bilərik ya da Ctrl-K eləyək, Ctrl-S eləyək ya da bu lazım olacaq. Gəlin bu qalsın burada. Baxın, mən desəm əgər div içərisində böyükdür bu formada yazıb P yazsam, fikir verin. İndi bunun coloruna red desəm, fərqə fikir verin. Ctrl-S eləyirəm. Salam test dəyişmədi. Çünki mən bu işarə ilə, bu böyükdürlə dedim ki, yalnız div içərisindəki P-lərə. Div içərisindəki P-lərə. Amma bir alt komponentdə olana dəymə. Niyə görə? Daha doğrusu nə deməkdir bu? Burada div yazmışıq, elə deyil. Div yazmışıq. Bunun içərisində, baxın buna da təsir eləmədi. Burada məsələn, P yazıram bura. Salam, məsələn, test 2 yazıram buna da. Ctrl-S edirəm. Baxın, buna təsir eləyir, amma buna təsir eləmir. Niyə görə? Gəlin buradan izah edeyim hətta. Çünki mən div içərisində P desəm, div içərisində bütün P-lərə baxacaq. Yəni bu span içərisində yazılsa belə, nəticədə bu divin içərisində olduğu üçün ona da təsir edəcəkdir. Amma burada bu formada dediyim zaman, deyirəm ki, div içərisində, birbaşa div içərisində olanları təsir elə. Ona görə bu P birbaşa div içərisindədir. Ona təsir etdi. Amma bu P isə salam 5 olan isə div içərisində olan spanın içərisində olduğu üçün ona təsir etmədi. Bu böyükdür işarəsi ilə biz bu fərqi yaza bilirik, fərqləndirə bilirik. Aydındır? Təbii ki, burada class ID-yə görə yenə yazmaq mümkündür bunlar. Okay? Ctrl-K edirəm, daha onları göstərmirəm. Burada necə yazdıq, divə görə yazdıq. Sonra məsələn bu klassa sahib bu element. Bu klassa sahib daha doğrusu elementin içindəki P. İndi burada da deyə bilərik ki, bu klassa sahib elementin içərisindəki birbaşa içərisindəki, yəni birinci dərəcəli elementlərindən P-ləri götür. Aydındır? Bunu demək mümkündür bu böyükdür işarəsi ilə. Daha sonra məsələn div desə əgər, plus desəm, P desəm bu formada. Hətta bunu buradan deməyim, gəlin bu ID-yə görədən deyim. Baxın bu P ID-si var burada, elə deyil. P-nin ID-si var burada, P1-dir, elə deyil. Gəlin bunu ID-yə görə seçim, P1 deyim. P1 plus P yazdım, elə deyil. Color yazıram bura. Baxın color yazıram, məsələn blue yazaq bu dəfə də. Ctrl-S eləyirəm. İndi fikir versəz əgər, Ctrl-S eləyirəm yenə. P1 plus P yazdıq, elə deyil bura. P1 plus P yazmışıq. Baxa bilən, biz fərqi görə bilmədik burada. Niyə görə belə oldu? Buna baxacağıq. Məsələn, red eləyək buna. Ctrl-S edirəm. Birinci dərəcə. Gəlin burada elementi fərqləndirək. Bir dənə buna baxım. H2 yazıram məsələn. Salam. Bu formada Ctrl-S edirəm. H2 desək əgər burada. H2 desək, Ctrl-S eləsək. Baxın, bu formada qırmızı oldu, elə deyil. Bu isə burada P götürməmə səbəbi, mən elə düşünürəm ki, ID-yə görə yazdım, ona görədir. Yəni bunu əzbərləməyə ehtiyac yoxdur, araşdıra bilərsiniz. Çox da istifadə, belə deyək də, bəzən istifadə olunur, bəzən olunmur. Ona görə də çox bilmək önəmli deyil. Baxın, burada H2 yazdım, H2 üzərindən P yazdım. Bu nə deməkdir? Yəni H2-dən həmən sonraki P. Yəni bu H2-dən həmən sonraki P nədir? Salam 1-dir də, elə deyil. Yalnız salam 1-in rəngini dəyişmiş oldu.
Okay. İndi bura P bu mənasız yazılış olar təbii ki. Kontrol edirəm. Bu formada olur. P-ni götürür. Bu P-ni yox, daha doğrusu birinci elementlərdən bu P-ni götürdü. Sonrasındakı elementləri götürdü. Yəni bu əslində düzgün yazılış deyil bu formada. Belə yazaq. H2 yazıram elə buna. Kontrol S edirəm. Baxın, bu H2 salam da elə deyil. Burada yuxarıda olan. Ondan həmən sonrakı elementi götürür. Yəni bu əslində qardaş elementləri seçmək üçün istifadə olunur. Yəni qardaş elementlər var elə deyil. Bu qardaş elementdən həmən sonrakı P elementini seç. Ona qardaş olan P elementini seç. Aydındır? H2-yə qardaş element burada yəni onunla eyni səviyyəli olan P-dir. Baxın budur. Bunlar da qardaş elementdir, amma birinci qardaşı budur da. Salam 1-dir. Ona görə onun rəngini dəyişmiş oldu. Bir də Ctrl KC eləyirəm burada. Yəni dediyim kimi bunları çox-çox istifadə eləməyəcəksiniz, amma sadəcə bilin də məlumatınız olsun. Aydındır? Ya mənim kimi burada məsələn yazdım, mən ID-yə görə və s. yazdım, onun səbəbini araşdıra bilərsiniz. Açıq mən elə belə deyək də o səhvlərlə çox qarşılaşmamışam, çünki çox istifadə eləmirəm onları, onu demək olar. ID-də klasslı element adına görə və s. bu formada seçməkdən daha çox istifadə edirəm. İndi burada məsələn H2 yazıram yenə. H2 üzərindən tilda işarəti yazıb P yazsam əgər, belə yazsam əgər, color red desə əgər, Ctrl S eləyirəm. Baxın, indi nəticəyə fikir verin. Bu tilda işarəsi o deməkdir ki, yenə qardaş elementlərdən bu H2-dən sonra bütün P elementlərini, bütün bu, daha doğrusu H2-yə qardaş olan P elementlərini seç. Bu H2 burada yazılıb, belə deyil. Hətta biraz, baxın, gətirin bu tərəfə. Baxın, H2 burada yazılıb. Bundan sonraki bütün qardaş elementlər bu P-dir, bu P-dir, bu P-dir. Bu H2-yə bir də qardaş element spandır. Amma bu span içərisindəki P elementi bu H2 ilə qardaş deyil, eyni səviyyəli deyil. Aydındır? Sanki bu salam test olan H2-nin qardaşı oğludur düşünün. Spanın oğludur da içərisindədir. Aydındır? Ona görə ona təsir eləmədi. Yəni bu tilda işarəsi ilə biz deyirik ki, bir qardaş elementdən sonra bütün qardaş elementlər, bütün burada yazılan indi nə yazmışıqsa, P yazmışıq da burada. Bu H2-dən sonra gələn bütün qardaş P elementləri. Aydındır? Onlara təsir göstərir. Yəni onların rəngini red elə. Bu formada da H2-dən sonra gələn P elementlərinin rəngini red etmiş oldu. Aydındır? Bunlar haqqında araşdıra bilərsiniz. Dediyim kimi, gəlin məsələn burada səhifədə yazsaq, məsələn CSS kombinator yazsaz əgər bu formada axtarış eləsəz, burada ilk hissədə məlumatlar gəlir. W3 School-a daxil olun. Baxın burada gəlir məlumatlar. Əgər çətinlik yaşayırsınızsa tərcümə proqramı ilə tərcümə örnəyində məsələn bu cümləni seçirsiniz, tərcümə eləyəcək sizin üçün. Aydındır? Bu formada tərcümə eləyəcək. Və burada istifadələrini görə bilərsiniz. Burada try eləyərək yoxlaya bilərsiniz. Aydındır? Yazılan kodları yoxlamaq mümkündür. Qətiyyən əzbərləməyin. Sadəcə əsas bilməli olduqlarınız elementə görə seçmə, klasa görə seçmə, daha sonra ID-yə görə seçmə və bu formada elementin içərisində hər hansı bir elementi seçmə. Məsələn, first div yazdıq. First div içərisindəki P-ləri, yəni first div klassına sahib element içərisindəki P-ləri seçdik. Və belə yazılış da mümkündür. Onu da yazıb yekunlaşdırıram. Məsələn, first div içərisində örneğin bu text element məsələn bu klası buradan silirəm. Buradan silirəm, elə deyil. First div içərisində bu. Baxın, text element klasına sahib elementlər. Baxın, yəni first div hansıdır? Burada biraz qarışdı, fərqli yerlərdə yazdığımız üçün. Baxın, first div buradadır, elə deyil. Bu klasa görə seçdik biz, elə deyil element. Onun içərisində bu klasa sahib elementlərə təsir etdiyəcəyik burada. Yəni bu first div klasına sahib element hansı elementlər ki var, onların içərisində də text element klasına sahib elementlərə təsir etdirmiş oluruq. İndi burada da bu H2-də yoxdur, fikir verin. Amma bu P-də var text element klası. Bu salam 2-də yoxdur. Bunda var amma salam 3-də də var. İndi bura məsələn color blue desə əgər, Ctrl S eləyirəm, keçirəm bu səhifəyə, baxıram buradan, baxın, fikir versəz əgər, biz yenə də bunları seçmiş olduq. Nəticədə nə oldu? Bu nə olsun? H2-də, baxın, H2-də div içərisindədir, elə deyil. Bu klasa sahib elementin içərisindədir. Amma onun text element klası olmadığı üçün ona təsir etmədi. Və burada salam 2, salam 2-yə niyə təsir elədi burada? Ctrl S eləyirəm. Baxın, Ctrl S eləməmişdik. Ctrl S eləyirəm buranı, buna təsir eləmir. Eləməməli idi və düzgün forması da bu formadadır. Bunda klas yoxdur deyə buna da təsir eləmir. Amma bunda var deyə, salam 3-də var deyə buna təsir elədi. Aydındır? Yəni bu formada da seçmək mümkündür. Baxın, bu formada da seçmək mümkündür. Bu klasa sahib elementlər içərisində bu klasa sahib elementlərin rəngini dəyişdirmiş oldu. Aydındır? Yəni bunları əzbərləməyin, dediyim kimi, baxın, qətiyyən əzbərləməyin. Zaten mən istifadə elədikcə siz görəcəksiniz. Sadəcə məlumatınız olsun və burada əsas hansıları bilməlisiniz, onları dedim. Bu pilusdan, böyükdürdən, tildadan
Lazım olan yerlərdə istifadə edəcəyik. JavaScript və sair istifadə olunan zaman, bəli, bəzi yerlərdə lazım ola bilər. Və yaxud da ki, bəzən görərik ki, hə, onlardan istifadə etmək daha əlverişlidir, daha yaxşıdır. Onda istifadə edəcəyik. Amma əsas dediyim kimi bunları bilin. Çünki bəzi tələbələr gedib bunları öyrənir, bunlardan başqalarını da araşdırıb əzbərləyir və s. Yəni qətiyyən lazımsız bir şeydir. Zaten praktik elədikcə bunları siz bilmiş olacaqsınız. Əsas dediyim kimi bu öncə izah elədiklərim əsas olanlardır. Onlardan daha çox istifadə edəcəyik. Bura qədər olan hissələrdə bura qədər olanı deyə bilərik və ya bunlar bu formada seçilir. Bu böyükdür, plusdur, tildadır. Çox az istifadə etmiş olacağıq. Belə bu dərsimizdə CSS-də seçicilər haqqında danışdıq. Ümid edirəm faydalı dərs oldu. Bir sonraki dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.